Salam, Salam Nazmə. necəsən Əsgər? Çox sağ olun, yaxşıyam. Siz necəsiniz? Yaxşı olasan. Əsgər, bugünkü dərsimiz dünya ölkələrinin müxtəlifliyidir və bu mövzunun altında, yəni bu mövzuya daxil olan hansı nüansları, nələri biz bilməliyik ki, dünya ölkələrinin müxtəlifliyi bura daxildirlər. Yəni dünya ölkələri burada deyəndə, müxtəlifliyi deyəndə nə başa düşülür? Burada bizim üçün bu dərsi mövzunu keçmək üçün dünya siyasi xəritəsi lazımdır. İndi sənin ekranda o siyasi xəritə görünür və birinci növbədə dövlət deyəndə onun sərhədləri, istər su sərhəddi, istər quru sərhəddi nəzərdə tutulur. Təbii ki, bizə məlumdur ki, yer kürəsindəki dövlətlərin su sərhəddi, dənizlərin sahilində, okeanların sahilində, eyni zamanda heç bir dənizə, okeana çıxışı olmayan dövlətlər var. Və bu dövlət deyəndə, bu dövlətlərin sərhədləri nəzərdə tutulur. Və sərhədlərin dövlət sərhədli deyəndə, dövlət ərazisi deyəndə, həmin dövlətə məxsus olan torpaq, quru sərhədləri nəzərdə tutulur. Lakin təkcə sərhədlər qurudan ibarət olmadığına görə, ada dövləti, yarımada dövləti yer kürəsində olduğuna görə onların bir sıra dövlətlərin su sərhədləri var. Eyni zamanda onların hava sərhədləri var. Və su sərhədləri deyəndə onlar iki yerə bölünür. Bir məhəlli sulara və bu məhəlli sularla yanaşı eyni zamanda daxili sulara bölünür. Məsələn, dənizlə sərhədli olan və su sərhəddinə daxili su sərhəddi deyilir. Məsələn, götürək ki, Xəzər dənizini və Xəzər dənizinin sahilində neçə dövlət var? 8-ci sinifdə keçmişik. 5 dövlət var. Azam. 5 dövlət var. Şimaldan Rusiya, cənubdan İran dövləti ilə sərhədlənir. İran dövləti var. Qərbdən Azərbaycan, şərqdən isə Türkmənistan və Qazaxıstan dövlətləri bu dənizin sahilindədir. İndi dənizdə məhəlli sular necə hesablanır? Bax, dənizdə məhəlli sular, o sərhədlər hesablanır mil ilə. 1 mil hesabı ilə hesablanır və 1 mil 1850 metrə bərabərdir. Və hər bir ölkənin qurusundan, dəniz sahilindən, dənizin içərilərinə doğru məhəlli suları beynəlxalq coğrafiya təşkilatında təyin olunub ki, dəniz sahilində olan dövlətin su sərhəddindən dənizin içərilərinə doğru 12 milə qədər bir ərazi, məhəlli sular hesab olunur. Lakin elə ölkələr var ki, bu ölkələr okean sahilindədir. Məsələn, Amerika Birləşmiş Ştatları, Kanada kimi, Meksika kimi və çox sayda Avstraliya kimi məsələn, dövlətlər okean sahillərindədir və bu okean sahillərində olan dövlətlərin məhəlli suları bir qədər okean geniş olduğuna görə onlar 200 mildən hesablanır. Və eyni zamanda Xəzər dənizini misal çəkdik ki, Xəzər dənizinin sahilində 5 ölkə var. Hər bir ölkənin sahilindən dənizin içərilərinə doğru 12 mildən sonra sərbəst zona, sərbəst iqtisadi zona ayrılır. Və bu sərbəst iqtisadi zonada o dənizin sahilində olan ölkələr tam sərbəst şəkildə onun sərvətindən istifadə edə bilər. Digər tərəfdən sərhədlər hava məkanı, yəni həmin ölkənin üzərində olan hava sərhədləri də bu ölkəyə aid olan bir sərhədlər hesab olunur. Yer kürəsində elə bir ərazi var ki, o ərazilər mübahisəli ərazilərdir və bu mübahisəli əraziləri ayıran xəttə demarkaziya xətti deyilir və demarkasiya xətti deyilir və bu demarkasiya xətti ərazisində bu ərazidə dövlətlər sərbəst olaraq qalır. Mübahisəli olsa da o torpaqlar heç bir dövlətə məxsus edilmir. Və yer kürəsində dünya ölkələrini qruplaşdıranda bu ölkələri dəniz sahili,
ölkələrə ayrılırlar. Dəniz sahili ölkələrə, yarımada ölkələrə, ada ölkələrinə və materik daxili ölkələrə ayrılırlar. Və yerləşdiyi coğrafi mövqeyinə görə dəniz sahili ölkələri dünyada məsələn çox sıralamaq olar ki, bu ölkələr məsələn Aralıq dənizi sahilində olan dövlətlərə, Portuqaliyanı, İtaliyanı, İspaniyanı, sonra deyək Türkiyəni, Yunanistanı, Albaniyanı misal göstərmək olar. Bunlar dəniz sahili ölkələrdir. Deməli, hansı ölkə ki, dənizin sahilində yerləşir, coğrafi mövqeyi cəhətdən onlar dəniz sahili ölkələrdir. Elə ölkələr var ki, o ölkələr materikin dənizə heç bir çıxışı yoxdur onların. Onlar materikin içərisindədir. Və bu ölkələr bəzən çox cırtdan ölkələr, onlar eyni zamanda bir ölkə sərhəddi içərisində olan ölkələrdir ki, onlar anklav ölkələr adlanır və onlara Lesotanı misal göstərir, Svazilendi, Lesotanı, sonra Vatikanı misal göstərmək olar ki, Lichtenstein, onların və yaxud da ki, Çexiya, Slovakiya bir qədər əraziləri böyük olan ölkələrdir ki, o ölkələrin heç bir dənizə, su sərhəddi yoxdur, heç bir dənizə çıxışı olmadığına görə onlara materik daxili ölkələr deyirlər. Bəzi ölkələr də var ki, o ölkələr yarımada ölkələrdir. O ölkələrə, məsələn, Somali dövlətini, Somali yarımadasında olan, məsələn, Efiopiyanı misal göstərmək olar. Ərəbistan yarımadasında Birləşmiş Ərəb Əmirliyini, Səudiyyə Ərəbistanını, Yəməni misal göstərə bilərik. Və yaxud da ki, məsələn, Kiçik Asiya yarımadasında Türkiyənin çox böyük ərazisinin 97%-i Kiçik Asiya yarımadasında yerləşir. Apenin yarımadasında olan İtaliyanı, Vatikanı yenə misal göstərə bilərik. Piriney yarımadasında Portuqaliyanı, sonra İspaniyanı misal göstərir. Bunlarla yanaşı, eyni zamanda ada dövləti də var ki, məsələn, 6-cı sinifdə keçmişik, hər tərəfdən su ilə əhatə olunan kiçik quru sahəsinə ada deyildik. Və ada dövlətlərindən, ən böyük ada dövlətlərinə İngiltərəni misal göstərmək olar. İngiltərəni, İslandiyanı, Maltanı, ən kiçiyi olan Maltanı, Singapuru, İndoneziyanı, Filippini, Yaponiyanı, sonra Madagaskar adasını misal göstərə bilərik ki, bu ölkələr ada dövlətidir. Yəni, hər tərəfdən su ilə əhatə olunur. Dövlətlər, məsələn, ərazisinin böyüklüyünə görə də fərqlənirlər bir-birindən. Ərazisinin böyüklüyünə görə, ərazisi sahəsi 3 milyon kvadrat kilometrdən böyük olan dövlətlər var ki, onlar, məsələn, Rusiya ərazisinə görə dünyada ən böyük ölkədir. Rusiya, Çin, Kanada, Amerika Birləşmiş Ştatları, bunlar, sonra Avstraliya İttifaqı, bunlar ərazisinə görə çox böyük olan və 3 milyon kvadrat kilometrdən çox olan ölkələrdir və nisbətən də kiçik ölkələr var. Amma bu ölkələr içərisində əhalisinin sayına görə də fərqlənən ölkələr var ki, bu ölkələr əhalisinin sayı 100 milyondan artıq olan ölkələr var və bu ölkələrə Çini, Hindistanı, Pakistanı, Bangladeşi, Amerika Birləşmiş Ştatlarını, Yaponiyanı və s. ölkələri misal göstərmək olar. Bu qədər. 2 dəfə. Əskər, sağ ol. Sağ olun. Sağ ol.